9 Mart tarixində keçirilən buraxılış imtahanından testlər. 17-ci testə baxanda görürük ki, orada əz arasında nöqtələr qoyulub. Bilirik ki, əz arasında sadə sifət olmalıdır. Sifətin dərəcələrindən olan, sadə formada olan sifət olmalıdır. Bu da D variantına uyğun gəlir. As short as. We got 2 packages. 2 paketləri var bunların. 2 paket. Və 2 paketi biz nə ilə ifadə edə bilərik? Hər ikisi mənasında C. Both of them were from Nick. Onlardan hər ikisi Nickdən idi. My first day at work was not very good. Mənim işdəki ilk günüm çox yaxşı değildi. I've made nöqtələr mistakes. Yəni bu səhv eləyib. Əgər çox yaxşı deyildirsə, deməli bu çox səhv eləyibdir. Few az deməkdir. Very few çox az deməkdir. A little isə sadəcə sayılmayanlarla istifadə olunur və too much yenə sayılmayanlarla istifadə olunur. A lot of isə cəmdə olanlarla istifadə olunur və bizim cümlənin tərcüməsinə də uyğundur. Çox səhvlər etdim. I've made a lot of mistakes. Düzgün cavab. 20-ci testdə choose the correct option. Doğru variantı seçirik. My friend and his cousin. Mənim dostum və onun kuzeni. Bunlar 2 nəfər olublar. Ona görə is, has been getməlidir. Çünki onlardan hər biri təkdə olan mübtəda ilə istifadə olunur. Was da onun kimi. Düzgün cavab E variantı yenə də. My friend and his cousin have been reading the same books for a week. Bir həftə ərzində eyni kitabları oxuyublar. Onun dostu və kuzeni. Düzgün cavab E. No one expected the producer. Heç kim prodüserin gözləmirdi nə etməsini. Biz nəzərə almalıyıq ki, mürəkkəb tamamlıq mövzusunda hansı feillərdən sonra to işlənməlidirsə, onları biz əzbər öyrənməliyik. Expectdən sonra gələn feil mütləq to qəbul etməlidir. Ona görə də düzgün cavab no one expected the producer to speak about his plans. Choose the correct tense form. Düzgün zaman formasını seçməliyik. Cümləyə baxırıq. Next Sunday görürük orada. Yəni gələn bazar günü. Bu gələcəklə bağlı bir zamanı göstərən sözdür və gələcək zamanı axtarıb tapırıq. Bu D variantındadır. We will meet our friends next Sunday.